Salam dostlar, Mikail Müşkün Yağış Yağarkən şeirinə baxaq. Yağış yağarkən şeiri birinci forma xüsusiyyətlərinə baxaq. Yağış yağarkən şeiri lirik növdə yazılıbdır. Qafiyələnməsi daha çox qafiyələnməsi buradan da baxa bilərik. Görərik ki, 2-2 gedir. Baxın, elə bir ki, bir növ məsnəvi kimi qafiyələnir də. A, damlalar, damlalar, sonra çatdıraraq, şaraq-şaraq görürsünüz. B, daha sonra pırıl pırıl, şırıl şırıl, C. Yəni bu şəkildə davam edəcək, qoşa-qoşa gedəcək. Burada mən yaxşı yaza bilmədim. Yəni ikilik şəklində olacaq, 2-2 götürülür. Fikir versəz görəcək ki, 2-2 götürülür, ikilik şəklindədir. Yəni burada tam veriblər, amma yəni ikilik şəklindədir. Daha sonra hecaların sayı ümumi biz baxsaq 12 dənədir. 12-də sadəcə olaraq burada 8 olacaq. Bax, bu hissədə 8 heca olacaq. Amma ümumi 12-dir. Baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 gedir. Lakin bu hissədə baxsaq 8 görəcəyik. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni tam belə sistemli şəkildə 12 getmir. Bu hissədə artıq 4 misrası 8 hecadan ibarət olacaq. Vəzni bilirik ki, heca vəznində yazılıbdır, tərənnüm əsasında yazılıbdır təbii ki. Peyzaj lirikasına nümunə deyə bilərik, çünki burada yağışın yağmağı, təbiət təsvir olunmuşdur və sonda müəllifin adı da çəkilməyibdir. Yəni Mikail Müşfiqin adına rast gələ bilmirik. Sonra şeirdə ümumiyyətlə insanla təbiət vəhdətdə götürülmüşdür. Ümumiyyətlə Mikail Müşfiqin özünə bir obraz kimi şeirdə təsvir olunmur. Sadəcə olaraq burada bir qız və bir oğlan görürük. İndi şeiri də təhlil edilsən həmin hissələrə baxacağıq. İndi gəlin şeirə bir ümumi baxaq. Ümumiyyətlə, təbiət mövzusunda çoxlu şeirlər var, lakin təbiət şeirləri deyərkən elə ilk olaraq Mikail Müşfiqin Yağış Yağarkən şeiri ağla gəlir. Bu da şeirin bədii xüsusiyyətləri, sonra mövzusu, ümumiyyətlə, yəni bunların hamısı qarşılıqlı şəkildə bir vəhdət təşkil edir, mükəmməl şəkildə göstərilmişdir, onunla bağlıdır. Sanki bir növ şeiri oxuyanda, sanki həmin o təbiət gözümüzün önündə canlanır, yağışın yağmağı, ildırımın çaxmağı. Yəni şeir o cürə bir canlı bir şəkildə qələmə alınmışdı. Yağış yağır, rəqs eləyir. Gür damlalar, sıra-sıra inci-inci nur damlalar. Bu hissəsi var ki, şeirin, yəni bu iki misra sonda da təkrarlanır. Baxaq, yağış yağır, rəqs eləyir, gür damlalar, sıra-sıra inci-inci nur damlalar. Yəni bu bir əvvəldə verilib, bir də sonda verilibdir. Burada daha sonra digərinə baxaq, sonra bədii təsvir ifadə vasitələrinə baxarıq. Göydə iki qara bulud çatılaraq, ildırımlar şaqqıldayır şaraq-şaraq. İki qara bulud çatılır və ildırımlar da, yəni o şaqqıldamağı, şaraq-şaraq şaqqıldamağı təsvir olunubdur. Yəni biz özümüz də yağış yağanda bunu şahid oluruq da, yəni ildırımların necə şaqqıldamağının. Quşlar uçur yuvasına, burada quşları təsvir eləyibdir. Quşlar uçur yuvasına pırıl-pırıl, şırıldayır, navalçalar şırıl-şırıl. Quşların yuvasına pırıl-pırıl uçmağı, navalçaların isə şırıldamağını biz burada təsvirini görürük. Navalça nədir? Uşaqlar bəlkə bilmərsiniz. Navalça damların kənarından qoyulan borudur. O boru qoyurlar ki, elə bir ki, yağış yağanda su həmin boru vasitəsilə yerə tökülür. Və həmin onun o yerə tökülməyin şırıldayır, navalçalar şırıl-şırıl. Yəni o borudan su yerə töküləndə gələn o şırıltı səsini müəllif burada təsvir eləyibdir. Çaxnaşmada göy üzündə ildırımlar, göy üzündəki deyir ildırımlar çaxnaşır, bir-birinə dəydi baxın qaldırımlar. Qaldırım da səki deməkdir. Yəni çaxnaşmada göy üzündə ildırımlar, bir-birinə dəydi baxın qaldırımlar. Yəni o göy üzündə ildırımlar şaqqıldayır. Deməli bir-birinə dəydi baxın qaldırımlar. Adamlar hərəsi o tərəf bu tərəfə qaçır. Yəni onu təsvir eləmək istəyib müəllif burada. Deyir dönmələrdə durana bax, qaçana bax. Yəni döngələrdə kimisi durur, baxır, kimisi qaçır. Yəni deyir dönmələrdə dayanana bax, qaçana bax. Qaldırımda o balaca oğlana bax. Qaldırım da nə idi? Səki deməkdir də qaldırım.
qaldırım. Oğlanın biri də qaldırımda, yəni səkidə dayanıbdır. Qaldırımda deyir o balaca oğlana bax. Öz döşündə yeni sözlər toxuyaraq, ayağını şappıldadır oxuyaraq. Deməli, öz döşündən elə bir qəlbindən yeni sözlər yaradır və həmin o yaratdıqlarını da ayağını şappıldadaraq oxuyur. Burada bir oğlanın biz təsvirini gördük. Daha sonra gülə-gülə bir qız qaçır o səkidən. Digər səkidən isə bir qız qaçır. Ürəkçi xali deyil səki-səkidən. Əslində səki-səki qorxu, təlaş mənasındadır. Sadəcə olaraq burada elə bir ki, qorxu, təlaş yox, daha çox şirin bir həyəcan mənasında işlənib ki, yəni yağış yağır, gülə-gülə qız qaçır. Qız qaçanda qızın xali birisi nə deməkdir? Xali boş deməkdir. Yəni qızın ürəyi boş deyil. Yəni şirin bir həyəcanla doludur. Ürəyi boş deyil. Yağış, yağ yağışım, yağ, sel ol yağ. Müəllif yağışın çoxlu yağmasını, yəni sel kimi olmasını, burada bir təşbih işlənibdir. Sel kimi olmağını istəyir. Sırma sırma, tel tel ol yağ. Yağ yağışım sellənərək, sırmalanıb tellənərək. Burada sırma sırma tel tel nə deməkdir? Yəni burada bir növ şair yağışın yağmağını estetik bir cəhətdən təsvir edibdir ki, deməli yağış yağır, sırmalanır, tel-tel olur. Yəni o yağış ki yerə düşəndə sanki bir sıra ilə gəlir, sırma-sırma, tel-tel. Yəni damla-damla, tel-tel gəlir. Yağışın və deyir yağış yerə töküləndən sonra da o cürə yəni tel-tel davam eləsin. Və yağış yağsın, o qədər yağsın ki, sel olsun. Sırmalanıb, tel-tel olsun, deyir, sırmalanıb, tellənərək. Sonra zümzümənlə şirin-şirin dillən yağış. Küçələrdə uşaq kimi verilən yağış. Yəni o qədər yağ ki, o yağış yağır, küçələrə yağır, tökülür. Bir növ elə bilirsən ki, küçələrdə yağış gəzir də, onu təsvir eləməyə çalışır ki, müəllif. Yəni şirin-şirin dillən yağış, küçələrdə uşaq kimi, yəni yağ, küçələrdə gəz bir növ. Bunlar keçər, çarpın səma köksüm kimi. Səma da deyir köksüm kimi çarpsın. Səma deyəndə göy nəzərdə tutulur. Ey İldırım, səs ver mənə səsim kimi. Yəni burada demək istəyir ki, İldırıma, mənim səsim kimi mənə səs ver. Yəni mənim səsim necə gürdur, sən də o cürə mənə o cürə səs ver. Yəni gür çaqda bir növ. Burada bir növ elə bir ki, insan o deməli bir növ insan daxili aləmi ilə təbiət arasında olan bir vəhdəti biz görürük. Sonra yağ ey yağış, fikrim kimi, hissim kimi. Yəni müəllifin fikri, hissi o qədər coşğundur, o qədər yəni davamlıdır ki, yağışın da o cürə yağmağını istəyir. Uzaq yaxın çöllərə yağ, ölkələrə, ellərə yağ. Müəllif ümumiyyətlə təbiət hadisəsi olan yağışı burada görürük ki, sevgisini göstərir. Yəni uzaq yaxın çöllərə yağ, ölkələrə, ellərə yağ. Yağış yağır, rəqs eləyir. Burada elə bayaqki hissədir. Ümumiyyətlə burada bəzi gəlin baxaq bədii təsvir ifadə vasitələrinə. Yağış yağır, rəqs eləyir, gür damlalar. Gür damlaların rəqs eləməyi burada bir metafor işlənibdir bu hissədə. Sırma-sırma, inci-inci nur damlalar. Göydən iki nur damla, deməli inci-inci damlalar. İnci-inci damlalar burada bir epitet işlənibdir. Göydə iki qara bulut çatılaraq, ildırımlar şaqqıldayır, şaraq-şaraq ildırımlar şaqqıldaya bilər. Quşlar uçur yuvasına pırıl-pırıl uça bilər. Quşlarda, navalçalar da şırıldaya bilər. Çaxnaşmada göy üzündə ildırımlar bir-birinə dəydi, baxın. Qaldırımlar. Daha sonra dönmələrdə durana bax, qaçana bax. Dönbələrdə kimisi durur, kimisi qaçır. Qaldırımda balaca oğlana bax. Öz döşündən yeni sözlər toxuyaraq. Burada öz döşünə sözləri toxumağı burada bir metafor işlənibdir. Ayağını şappıldadaraq oxuyur. Gülə-gülə bir qız qaçır o səkidən. Ürəkçi deyir, xali deyil səki-səkidən. Yağ yağışım sel ol, yəni sel kimi ol. Burada bir təşbih işlənibdir. Sırma tel-tol ol yağ. Yağ yağışım sellənərək, sırmalanıb tellənərək. Zümzümənlə şirin-şirin dillən yağış. Burada bir metafor var. Yəni yağış necə dillənsin? Küçələrdə uşaq kimi təşbih var.
uşaq kimi verilən yağış. Bunlar keçər çapsın səma köksüm kimi. Burada da bir təşbih görürük biz. Ey ildırım səs ver mənə səsim kimi. Burada da bir təşbih var. Ümumiyyətlə, deməli burada iki müraciət obyekti var. Biri ey ildırımdır. Ey ildırım. Burada bir ey ildırım var. Xitab var burada. Bir də yağış var. Xitab, yağış xitabı. Yağışım. Yağışım. Burada da var yağışım. İki xitab var. Biri yağışımdır, biri də ildırım xitabları işlənib. Səs ver mənə səsim kimi. Burada bir təşbih işlənibdir. Fikrim kimi, hissim kimi təşbih. Sonra bunu da bayaq demişdik. Görək başqa bir şey qaldı. Ümumiyyətlə, burada biz gördük nələr var. Yağışın təsviridir, müəllifin təbiət hadisəsinə olan sevgisidir. Daha sonra insanla təbiətin vəhdətdə verilibdir. Bilir ki, şeirin ümumiyyətlə yazılma səbəbi nədir? Təbii ki, şeirin yazılma səbəbi təbiət hadisəsidir. Sonra şeirdə yağışın yağmağı və bu yağışın yağmağından doğan sevinç və heyranlıq görürük ki, əksini tapmışdı.